2 milyard yarım hesablama aparatı çıxartdı, belə getdi. Neçə milyard Əli Əsədovdan belə getdi, Aynadan belə getdi, Tərifdən belə getdi, ondan qabaqçılardan belə getdi. Arkadaşlar, yadımızdan da çıxıb. Deməkdən dilimiz yara olubdur. Ona görə də mən düşünürəm ki, bilsən nətədir, bugünkü ölkədəki bu vəziyyəti qoruyub saxlamaqdan ötəri, iqtisadiyyatın inkişaf etdirilməsindən ötəri, bundan sonra bəzi məsələləri zərərsizləşdirilməkdən ötəri də o negativ halları, millətin birliyi, keyfiyyətli kadrlar lazımdır. Saxta kadrlar yox. Aparır, o mavinin oraya soxuşdurur, bu katibasını aparır oraya qoyur, bu bunun qohumudur, falan yerə getməlidir. Başqa adam yoxdur bu Azərbaycanda. Azərbaycanda kadr yoxdur. Niyə? Hansından nə qədər alıb aparıb qoyursunuz? Onlar nə iş görübdür? Bugünə qədər hansı islahatları həyata keçiribsiniz? Keçirdiyinizə görə ölkədə vəziyyət bu gəlib səviyyə çatıbdır. Xəbəriniz var, cəmaat gelib bir kilo makaron ala bilmir. Xəbəriniz var ya yox? Nətər alaq Əli Əsədov, nətər alaq 260 manata 1 kilo alçanı xəstəmizə verək? Hardan alaq? Sən indi gələk, axşam bax gəl gedək, sənin o mangal restoranında oturaq. Görün biz orada üzünə həsrətlik, orada biz o hesabı verə bilmərik. Nar şərəb restoranda bu hesabı verə bilmərik. Ora o yufqası gödəkləri axşam olanda gətirirsiniz. Tuxanıb ölmürsən sən. Sənin boynunu yerə salma, belə baş nazir. Sən kişisən hə? Sənin kişiliyin yoxdur. Sənin kişiliyin olsa bir istifa ərzəni yazıb, gel özün qaçarsan.